Salam aleyküm xanımlar, kanalıma xoş gəlmisiniz. Sizə təzə gələn çantalarımızı göstərmək istəyirəm. Qəşəq birinci çantalarımız. Bu necə bir çantadır, onu başa salın birinci. Özüm başa düşəndən sonra belə bir təzə paçkadan çıxartmışam, üstündə şeylər yapışıb. Nəysə. Belə bir zamok hissəsi var. Bu içəri bu tərəfə baxan zamokdur. İçinə indi zirzibil doldurmuşam ki, setkalarım toppuş görünsünlər deyə. Bu hissədən belə açılır. Bu hissəsi əsas yer buradır. Belə nabuk zamuş deyim, nabuk deyim, nə deyim buna. Belə bir materialdır, qəşəng yumuşaq. Bu hissəsi belədir, düzdür. Burada da zamok var, içəridə də zamoklar var. Və belə bir balaca kaşlıqı da var. İpi də var belənçi uzanan. Baxız. Buna əsas belə taxılırlar. Bu hissədə olur. Düzdür, bu biraz gözlədiyimdən yekədir. Belə qoyum. Belə gəzdirmək üçün. Əsas bu burada olan çantalarda beləsinə sərirləri asılır. Belə. Xoşuma gəldi bu. Sonra belə bir çantadır. Burada zamoklar. Burada zamok və belə bütöv zamok. Bunun da ayrıca belə uzun ipi var. Belə sport sumkalarda gətirmişik ki, məsəl üçün o Dağıstan stilində geyimlər, o boş geyimlərlə çanta məsəl üçün tapmırdım manekenlərə geyindirmək üçün. Belə bir şeylər götürdük ki, onlardan uyğunlaşdırıb giyinmək üçün. İpi də belə uzanır. Beləcə. Özümə görə mikrofon alım, danışanda eşidilsin deyə. Buralarda cibləri var. Burada da enlənib açılan ip var. Burada cibdir. İçeride de cibləri var. Sadəcə olaraq indi torbaları zaten göstərməyəm içindəki. Plaşovka materialdır. Gündəlik üçün çox super sumkadır. Baxas, o xətli paltar üçün, sport geyimlər üçün sumka. Düzdür, ipi qısadır, amma uzun olsaydı yaxşı olardı ki, buradan sallatmaq üçün beləsinə. Burada belə açılıb bağlanan ciblər. Arxada da cib və beləsinə. Və bu rəngdə sumka yox idi. Bu rəngdə də sumka oldu. Bunun da ipi həmçinin düzdə eləmək olur belə. Buranı açanda. Baxas, belə düzlənir. Amma belə daha qəşəngdir. Belə yığılıb daha fərqli görünür. Bunda da həmçinin burada belə cibləri var, açılıb bağlanan. Arxada, qabaqda cib yoxdur. Bu arxası, qabağı fərq eləmir. İkisi də eynidir. İki tərəfi də. Mənim geyimimlə uyğundur da. Yəni belə çantalar bunlardır. Bu çanta videosu olsun. İndi bundan sonra çəkəcəm. Nələri çəkməliyəm. Hələ ki bunların qiymətləri yoxdur. Qiymətlərini qoyacağım. Ona görə qiymətlərini deyə bilmədim. Yubkaları ayrıca bir dənə video çəkəcəm. Bir də tunikaları kimsə soruşmuşdu. Bir dənə
Bir də yazmışam bir qırağa ki, nələri çəkəcəm deyə. Baxacağam, sonra çəkərəm inşallah. Sağ olun, salamat qalın.